Salam, axşamınız xeyir olsun. Bugün 1 iyun 2026-cı il. İlk öncə onu qeyd edim ki, mən sizə demişdim, hər gün sizlər üçün video çəkəcəm. Sadəcə olaraq səhhətimdə olan bəzi problemlərlə əlaqədar video çəkə bilmədim. Və bugün isə artıq sizlərə daha bir məhsuldar süfrə üzümü kişmiş sortu olan Cimus haqqında məlumat vermək istəyirəm. Seleksiyası Ukraynanın məşhur seleksiyası olan Oleg Mixayloviç Pisinka tərəfindəndir. Və gördüyünüz kimi ağacın boy verməsi möhtəşəmdir. Məhsuldarlığı da olduqca yüksəkdir. Baxmayaraq ki, bu il məndə sadəcə olaraq 2 ədəd siqnal veribdir. Bu, ağacın məhsuldarlığının aşağı olması demək deyil. Yadınızdadırsa, mövsümün əvvəllərində mən Faymirovka ilə əlaqədar bəzi gözləri qırdım. Çox güman ki, həmin qırdığım gözlər bar gözləri idi. Üzüm tinginin əsas özəlliyi, yəni Cimusdan söhbət gedir, əsas özəlliyi tez yetişən olmasıdır. 95-110 gün arası artıq məhsul hazır olur. Xəstəliklərə aidimə, mediuma qarşı olduqca davamlıdır və gilələr çatlamır. Bu isə onun daşınmasını və saxlanmasını üçün əlverişli şərait yaradır. Bir də sizlərə bir şey qeyd etmək istəyirəm. Artıq bəzi üzümlər çiçəkləmə dövrünü bitirib. Buna misal olaraq mən sizə göstərə bilərəm. Baxın, bu məndə kişmiş üzümü olan ratatuydur. Artıq çiçəkləmə dövrü bitib və gilələr qarox boyda olub. Əgər gilələri böyütmək, salxımları uzatmaq istəyənlər üçün hal-hazırdakı vaxt giberlin vurmaq üçün əla vaxtdır. Yəni əlverişli vaxtdır. Artıq salxımlarda gilələr bax bu şəkildə formalaşdıqdan sonra giberlin vurmaq istəyənlər vura bilər. Mən sadəcə olaraq istəmirəm bu il heç bir salxım böyüdücüdən və yaxud heç nədən istifadə etmək istəmirəm. Ona görə mən bu il giberlin istifadə etməyəcəm. Amma etmək istəyənlər üçün əlverişli vaxtdır. Diqqətiniz üçün təşəkkürlər.